Xeyir, bugünkü dərsimiz söz birləşmələrinə aid olan söz birləşmələri və sintaktik əlaqələr mövzusundakı olan testlərin izahıdır. Birinci sualda bizdən soruşur ki, məntiqi ardıcılığı tamamlayın. Mənim yazdığım, dığım şəkilçisi və sənin gördüyün bu birləşmələrdə gördüyümüz kimi ikinci tərəf dığı şəkilçisi ilə və dığı diyi şəkilçisi ilə düzəlmişdir. Mənim yazdığım birləşməsində dığı şəkilçisi mənsubiyyət şəkilçisindən dığ şəkilçisi mənsubiyyət şəkilçisindən ayrılmadığına görə biz bunu feili birləşmə kimi götürürük. Əgər bu cümlədə bu sözlər arasında tələbənin oxuyanı və s. belə birləşmələr olsaydı biz onu ismi birləşmə kimi götürürük. Dığın şəkilçisi feildən ayrılmadığına görə mənsubiyyət şəkilçisi şəkilçisindən ayrılmadığı şəkilçisindən ayrılmadığı üçün biz bunu feili birləşmə kimi götürürük. Deməli, mənim yazdığım, sənin gördüyün sözləri feili birləşməlidir. Onun baxmağı ismi birləşməlidir. Çünki birinci tərəf yiyəlik, ikinci tərəf mənsubiyyət şəkilçisi. Yəni bu ismi birləşməlidir. Oxuyan şagird sözü də ikinci tərəf isimlə ifadə olunduğuna görə bu ismi birləşmədir. Neft fontanı, neft fontanı da ismi birləşmədir. İkinci tərəf isimlə ifadə olunur və isimləşmiş hər hansı bir sözlə də ifadə oluna bilər. Mətndəki sözlər bu da ismi birləşmədir. Amma yaxşı oxumaq feili birləşmədir. Deməli, burada bizdən feili birləşmələri soruşduğuna görə doğru cavab D variantıdır. Hansı cümlədə məsdər tərkibi işlənib? Həmişə yaxşı oxumaq bütün şagirdlərin borcudur. Baxırıq. Nə bütün şagirdlərin borcudur? Həmişə yaxşı oxumaq. Həmişə və yaxşı oxumaq. Yaxşı, bir də oxumaq sözlərini. Yəni, üç sözün birləşməsindən ibarət olan məsdər tərkibidir. Həmişə yaxşı oxumaq. Deməli, burada məsdər tərkibi. Söz tərkib əmələ gətirməsi üçün ən azı tərkibin daxilində iki söz, iki müstəqil söz olmalıdır. Burada həmişə əvəzlik, həmişə daha doğrusu zərflik, yaxşı zərflik, oxumaq feildir. Deməli, iki zərf var və bir feil var. Nitq hissəsi olaraq zərf və feil işlənmişdir. Deməli, həmişə yaxşı oxumaq feili birləşmədir. Şagirdlərin borcudur, ismi birləşmədir. Onun oxumağını çox xoşlayıram. Niyə biz onun oxumağını sözünü götürmürük? Ona görə ki, birinci tərəf yiyəli çal şəkilçisi və ikinci tərəf mənsubiyyət şəkilçisi. İsmi birləşmələrdə birinci tərəf yiyəli çal və ikinci tərəf isə mənsubiyyət şəkilçisi qəbul edir. Həm istisna olaraq mənim yazdığım, sənin gördüyün kimi birləşmələr isə feili birləşmədir. Çünki burada dığ şəkilçisi mənsubiyyət şəkilçisindən ayrılmadığı üçün bu birləşmələri feili birləşmə kimi götürür. Amma onun oxumağı ismi birləşmədir. Güllərin ətri ismi birləşmədir. Xilas edicilərə kömək etmək. Gəlmişlər, xilas edicilər kömək etməyə gəlir. Kömək etmək burada məsdərdir. Amma tərkib deyil. Çünki bu mürəkkəb sözdür. Burada yalnız bir sözdən, yəni kömək etmək sözündən ibarətdir. Kimlər gəlmişlər, xilas edicilər? Nə üçün gəlmişlər? Kömək etmək üçün. Demək, kömək etmək, burada kömək etmək məsdərdir. Məsdər olduğuna görə biz bunu tərkib kimi yox, yalnız bir sözdən ibarətdir. Yəni, sözün tərkib olması üçün ən azı iki müstəqil söz olmalıdır. Kömək etmək isə tərkibi feildir. Tərkibi feil olduğuna görə bu məsdərdir və məsdər tərkibi deyil. Çıxış edənlər sinif yoldaşlarım idi. Çıxış edənlər kimlər? Çıxış etməkdə, çıxış edənlərsə burada feili sifət işlənmişdir. Bizdən isə məsdəri soruşur. Doğru cavab A variantı. Cümlələrin birində feili sifət tərkibi işlənir. Cümlələrin birində feili sifət tərkibi ən azı iki müstəqil sözün birləşməsinə ibarət olur. Nəyə görə biz göndərdiyim məktub vaxtında çatdı? Burada göndərdiyim sözü feili sifət tərkibi ona görə götürmürük ki, burada yalnız bir sözdən, göndərdiyim sözündən ibarət olmalıdır. Əgər bir sözün tərkib olması üçün ən azı tərkibində iki
müstəqil söz olmalıdır. Burada isə bir söz iştirak etdiyi üçün hansı məktub? Göndərdiyim məktub. Deməli, göndərdiyim sözü feili sifətdir. Məktub isimdir. Deməli, tərkib əmələ gətirməmişdir. Burada feili sifət işlənmişdir. Onun romanı şəhərdə çox oxunan kitab idi. Nə? Onun romanı şəhərdə, harada? Şəhərdə çox oxunan kitab idi. Necə kitab idi? Oxunan kitab, çox oxunan. Burada onun romanı şəhərdə nə idi? Kitab idi. Necə kitab idi? Şəhərdə çox oxunan. Nə? Onun romanı şəhərdə çox oxunan. Doğru cavab B variantı. Gəlin baxaq. Şəhərdə çox oxunan feili sifət, şəhərdə çox sözlərinin birləşməsini əməl gətirmişdir. Yəni burada 3 dənə müstəqil söz işlənmişdir və 3 dənə söz müstəqil işləndiyi üçün şəhərdə çox oxunan sözünü biz feili sifət tərkibi kimi götürürük. Tikilmiş binalar göz oxşayırdı. Hansı binalar? Tikilmiş binalar. Deməli, tikilmiş sözündə də yalnız bir sözdən, yəni tikilmiş sözündən ibarət olduğu üçün biz bunu tərkib kimi götürmürük. Gənc hökmdar ölkəni qorumaq, abad etmək istəyirdi. Gənc hökmdar ölkəni qorumaq, abad etmək istəyirdi. Kim nəyi istəyirdi? Ölkəni qorumağı, abad etməyi. Burada feili sifət yox, məstər tərkibi iştirak etmişdi. Müasir lifti Amerikalı ixtiraçı icad etmişdi. Müasir lifti Amerikalı. Burada isə gördüyümüz kimi feili sifət tərkibi işlənməmişdi. Dördüncü cümləyə baxaq. Yəni burada doğru cavab B variantıdır. Dördüncü cümləyə baxaq. Dördüncü suala baxaq. Cümlələrin birində feili bağlama tərkibi işlənir. Əhəd at ayaqlarından qopan şaqqıltını eşitmirdi. Eşitmirdi. Ne etmirdi? Eşitmirdi. Kim? Əhəd. Nəyi eşitmirdi? Şaqqıltını. Hansı şaqqıltını? At ayaqlarından qopan. Burada at ayaqlarından qopan. Qopan sözündəki an şəkilçisi feili sifət yaradan şəkilçidir. Biz ona görə də bu variantı götürmürük. Bizə feili bağlamanı soruşur. At ayaqlarından qopan. Deməli, feili sifət tərkibi işlənmişdir. Güllə səsi eşidəndə yəhərə sinib cilovu buraxdılar. Nə zaman cilovu buraxdılar? Güllə səsi eşidəndə hansı vəziyyətdə? Yəhəri sinib cilovu buraxdılar. Güllə səsi eşidəndə cilovu buraxdılar. Bir də yəhərə sinib. Deməli, güllə səsi eşidəndə feili bağlamadır. Bir də yəhərə sinib sözü feili bağlamadır. Deməli, 4B. Təəssüf ki, qaydanda artıq hava qaralmışdı. 4B variantında burada tərkib işlənmişdir. Amma biz tərkibi soruşuq. Deməli, burada feili bağlama tərkibi işlənib. Deməli, B variantı doğru cavabdır. Təəssüf ki, qaydanda artıq hava qaralmışdır. Nəyə görə biz qaydanda sözlü götürmürük? Ona görə ki, biz qaydanda sözlü götürmürük. Burada qaydanda feili bağlamadır. Amma tərkib əmələ gətirmək, bir sözün cümlədə tərkib əmələ gətirməsi üçün ən azı iki müstəqil sözdən ibarət olması lazımdır. Qaydanda isə yalnız bir sözdən ibarət olduğuna görə biz bunu tərkib kimi götürmürük. Bağça həyət adamla dolu idi. Nə? Bağça həyət. Burada feili bağlama ümumiyyətlə işlənməmişdir. Toy sahibi qonağı alqışladı. Kim? Toy sahibi ismi birləşmədi. Kimi? Qonağı isimlə ifadə olunmuş tamamlıqdır. Doğru cavab B variantı. Hansı nümunədə cümlə üzvləri arasında tabesinin əlaqəsi yoxdur? Gəlin diqqətlə baxaq. İnsanın zəhməti qiymətləndirən yaxşı adamların sırasındayım. Hansı adamların sırasındayım? İnsanın zəhməti qiymətləndirən. Bildiyimiz kimi tabesizlik əlaqəsi həmciz üzvlər arasında olur. Burada insanın zəhməti bir-biri ilə həmcinsdir. Amma bu feili sifətin tərkibində işlənmişdir. Hansı adamların sırasındayım? İnsanı zəhməti qiymətləndirən. İnsanı və zəhməti sözü qiymətləndirən sözü ilə birləşir və feili sifət tərkibi yaratmışdır. Deməli, insanı zəhməti qiymətləndirən birləşməsinin tərkibində insan və zəhmət həmcinsdir. Amma müstəqil cümlə üzvü deyil. Nəyə görə müstəqil cümlə üzvü deyil? Ona görə ki, feili sifət, feili bağlama məstər tərkibinin daxilindəki olan sözlər yalnız bir cümlə üzvü olur. Burada insanı zəhməti qiymətləndirən adamların, hansı adamların hamısı birlikdə
təyin kimi işlənmişdir. Deməli, insanı zəhməti qiymətləndirən daha təyindir və birlikdə tərkib əmələ gətirdiyi üçün burada müstəqil şəkildə həmcins üzv deyil. Bütün məslək dostlarımın bu dünyada mən hər qəminə, nəşəsinə ortaq olaydım. Bütün məslək dostlarımın bu dünyada mən qəminə, nəşəsinə, nəyə ortaq olardım, nəyə qəminə, nəyə nəşəsinə ağırlıqda təhlil olduğu üçün həmcins üzvdür. Mənim azadlığım qucağa sığmaz. Yer də, göy də, kainat da mənə. Nə mənəm? Yer, göy, kainat. Deməli, burada nədir? Burada mübtada həmcinsdir. Bu saat, bu da heç yana, heç yerə mən tələsmirəm. Nə zaman mən heç yerə, heç yana tələsmirəm? Bu saat heç yana, haraya tələsmirəm? Heç yana və heç yerə. Nə zaman? Bu saat, bu da həm zərfliklər, həm də heç yana, haraya, həm də heç yerə. Deməli, bu hər halda zərflik. Birincisində zaman zərfliyi, ikincisində isə yer zərfliyi həmcinsdir. Ayazlı şaxtalı bir qış axşamı. Ayazlı şaxtalı. Nə zaman biz 7 yoldaş olub yola düzəldik? Ayazlı şaxtalı qış axşamı. Deməli, burada da nə zaman ayazlı şaxtalı qış 7 yoldaş olub. Deməli, bu variantı da götürmürük. 6-cı suala baxaq. Verilən cümlələrin birində uzlaşma əlaqəsi işlənməmişdir. Köpüklü sular sərt qayalara çırpılırdı. Bildiyimiz kimi uzlaşma əlaqəsi mübtada xəbər arasında, bir də ikinci və üçüncü nöqtəli söz birləşmələri arasında işlənir. Burada köpüklü sular sərt qayalara çırpılırdı. Nə? Çırpılırdı. Sular nə edirdi? Çırpılırdı. Çırpılırdı aslı tərəf, sular əsas tərəf. Oxun işarəsi xəbərdən əsas tərəfə qədər uzanır. Demək, sular əsas tərəfdə uzlaşma əlaqəsində, çırpılırdı aslı tərəf. Əsən külək qıvrım saçlarını oynatdı. Nə saçlarını oynatdı? Külək. Demək, külək mübtadadır, oynatdı xəbərdir. Mübtada xəbər arasında uzlaşma əlaqəsi olur və uzlaşma əlaqəsində külək əsas tərəfdir, oynatdı isə aslı tərəf. Qalın meşə sıx dumana bürünmüşdü. Qalın meşə nə dumana bürünmüşdü? Meşə nə etmişdi? Bürünmüşdü. Meşə deməli mübtadadır və biz bu variantı da götürmürük. Tapşırıqlara diqqətlə baxa bilmirdi. Uşaqlar bura baxaq, diqqətlə baxsaq görərik ki, burada mübtada işlənməmişdir. Ümumiyyətlə söz birləşməsi də işlənməmişdir. Ona görə də doğru cavab D bəndidir. Bilmirdi ki, o mübtada buraxılmışdı. Doğru cavab D variantıdır. Uşaqlar ağac kölgəsində dincəlirdilər. Kim? Uşaqlar. Uşaqlar burada mübtadadır. Hər iki tərəfi isimlə ifadə olunub. Deməli, biz burada 7-ci sualda doğru cavab burada D variantıdır. 7-ci suala baxaq. Hər iki tərəf isimlə ifadə olunur. Gözəl xasiyyət, gözəl sifətdir, xasiyyət isimdir. Qızıl payız, dadlı yemək, necə yemək isimdir, dadlı sözü sifətdir. Qızıl payız, qızıl və payız sözləri isimdir. Hər iki tərəfi isimlə ifadə olunmuşdur. Şirindir, dil isimdir, şirin sifətdir. Doğru cavab C variantı. Çalışqan şagird, çalışqan sifət, şagird isimdir. Doğru cavab C. 8-ci suala baxsaq görərik ki, bizdə başlanğıc formada olmayan ismi birləşmə hansıdır? Və soruşur ki, başlanğıc formada olmayan biz ismi birləşməni tapırıq. Sizin arzunuz birləşməsində ismi birləşməsidir. Və birinci tərəf yiyəlik halda, ikinci tərəf mənsubiyyə şəhidsi. Kənd havası, ikinci tərəf mənsubiyyə şəhidsi, kənd yiyəlik halda olan şəhidsi buraxılmışdır. Biz bunu asanlıqla kəndin havası şəklində də işlədə bilərik. Maraqlı kitab və maraqlı kitab, necə kitab? Kitab sözü başlanğıc formadadır. Arzunuz, mənim dostum birləşməsinə birinci tərəf mənsubiyyət, birinci tərəf yiyəlik, ikinci tərəf mənsubiyyət. Mənim sözüm, mənim və bizim sözlərində im şəkilçisi yiyəlik halının şəkilçisidir və dostum sözündəki im isə mənsubiyyə şəkilçisidir. Amma diqqətlə baxsaq görərik ki, sözün birinci başlanğıc formasında olduğunu necə müəyyənləşdirir? Söz birləşməsində başlanğıc formasında olarkən birinci tərəfdə yiyəlik halı işlənir, ikinci tərəfdə mənsubiyyət. Əgər mənsubiyyət şəkilçisindən başqa digər şəkilçilər
işlənibsə, o öz başlanğıc formasından çıxır. Bizim evimizdə birləşməsində evimiz sözü və bizim və bu əgər bizim evimiz şəklində olsaydı başlanğıc formasında olardı. Mənsubiyyət şəhidçisindən sonra hansı qrammatik şəhidçi artırılsa, o başlanğıc formadan çıxır. Deməli, doğru cavab E bəndidir. 9-cu suala baxsaq görərik ki, bizdə həm feili sifət tərkibi, həm də feili bağlama tərkibi kimi düşünə bilən nümunəni müəyyən edir. Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gəlir. Nə zaman köpəyin yuxusu gəlir? Dərgahın qapısı açıq olanda. İndi diqqətlə baxaq B variantına. Bu A variantı olmaz. Mövzunu danışanda həyəcan duydu. Nə zaman həyəcan duydu? Mövzunu danışanda. Demək, nə zaman sual verəndə biz anda şəkilçisini feili bağlama kimi götürürük və şəkilçi bütövlükdə götürülür. Burada danışanda sözündə danışmaq sözün kökü, anda feili bağlama şəkilçisi qrammatik şəkilçisidir. Əgər bizdən soruşsa ki, mövzunu danışanda, yəni başqası danışır da mövzunu, amma mənim özümdən söhbət etsə, yəni mövzunu danışanda, mən müəllimə mövzunu danışıram və danışanda burada an şəkilçisi feil sifət şəkilçisi olur, da yerli şəkilçisi olur. Danışanda deməli mövzunu danışanda həyəcan duydum. Nə etdim? Duydu. Danışanda burada an feil sifət şəkilçisidir, da yerli çalın şəkilçisidir. Doğru cavab B. Bir var deyirsən ki, mövzunu danışanda, mövzunu dərs danışanda, bir də başqası mövzunu danışır və o danışan adam, bir var danışan adamda mən həyəcanı duyuram. Bir də vardır ki, mən özüm deyirəm ki, mövzunu danışanda həyəcan duydu. Mən mövzunu özüm danışıram və bu anda feili bağlama şəkilçisi olur. Bir də başqası mövzunu danışır və mövzunu danışan adamda, yəni bu danı ixtisar etsə, yəni bu özündən sonra gələn ismi özündən sonra ixtisar edib və da şəkilçisi, yerli çalın şəkilçisi feil sifətə qoşulur. Yəni mövzunu danışanda həyəcan duydum. Bu doğru cavab B variantı. Qabaqda gedəndə maraqlı məlumat var. Qabaqda gedəndə, yəni gedəndə qabaqda gedəndə maraqlı məlumat var. Burada feili bağlama kimi işlənir. Yalnız doğru cavab B variantıdır. Günəş çıxanda aləm nura qərq olur, buludlar ağlayana susuz torpaq sevinir. 10-cu suala baxsaq görərik ki, biri söz birləşməsi deyil. Biri söz birləşməsi deyil. Bir qələm, iki qələm, üç qələm, say və isimin birləşməsinə əmələ gəlir. İncə sənəd, incə sifət, sənəd isim deməli söz birləşməsidir. Çay kənarı, çay və kənar sözlərindən bir ibarətdir və söz birləşməsidir. Xalça toxumaq, xalçanı toxumaq, xalça isimdir, toxumaq feildir. Deməli, bu da E variantı da söz birləşməsidir. Daxil olmaq sözünü niyə götürmürük? Daxil olmaq sözünü ona görə götürmürük ki, bu tərkibi feildir. Tərkibi feil olduğuna görə biz bunu söz birləşməsi kimi götürmürük. Daxil olmaq, etmək, bilmək, qılmaq kimi sözlər deməli söz birləşməsi bu həm müstəqil şəklində işlənə bilir, həm də tərkibi feil kimi işlənir. Daxil olmaq burada tərkibi feil kimi işlənmişdir. Aslı tərəfi subyekt bildirən feili birləşmə hansıdır? Azər gedərkən birləşməsində subyekt bildirən sözü tapırıq. Filmə baxanda baxa-baxa danışmaq və bizdən soruşur ki, baxa-baxa danışmaq, Azər gedərkən baxa-baxa danışmaq Azər gedərkən birləşməsində Azər burada subyektdir, şəxs bildirir. Kim? Azər. Demək, erkən şəhidçisi də feili bağlamanın şəhidçisidir. Azər gedərkən birləşməsində Azər şəxs bildirdiyi üçün subyektdir. Amma filmə baxanda birləşməsində film isə obyektdir. Nəyə? Filmə. Kənddə dincəlmək, harada yer bildirir, daha çox. Burada obyektdir. Baxa-baxa danışmaq tərz bildirir. Necə çox oxuyan nə qədər kəmiyyət bildirir. Deməli 11-də A variantı. Əsas tərəfi isimlə ifadə olunmuş ismi birləşməni. Deməli əsas tərəf ikinci tərəf olduğu üçün biz isimlə ifadə olan ismi birləşməni tapacağıq. Bura 11-ci sualda A variantı. 12-ci sualda isə kənddə gələnlər.
Gələn feili sifətdir. Biz isə əsas tərəfi tapırıq. Birinci tərəfi yox, ikinci tərəfi. Gələnlər sözündə gələn feili sifət olduğuna görə biz bunu götürmürük. İnsanların yaşlıları, yaşlı sözündə yaşlı sifətdir. Amma bizdə ismi birləşməni deyil, isimlə ifadə olunsun. Mənim gəncliyim, gənclik isə isimdir. İsim olduğuna görə biz bunu, bu variantı götürürük. Sənin canındakı isə sənin canındakı sifət düzəldən şəkilçisidir və bu sifətdir. Anam üçün isə qoşmadır. Burada mənim gəncliyim birləşməsi, burada ismi əsas tərəfi isimlə ifadə olunmuş ismi birləşmədir. İsim sxeminə uyğun gələn birləşməni müəyyən edir. Burada 12-də C variantı. İsim, yəni hər iki tərəfi isim olmalıdır. Fitnəkar adam, necə adam sifətdir. Əməl isə isimdir. Yolun sonundakı isə sifət düzəldən şəhidçidir. Ona görə də bu sifətdir. Bizdən ismi soruşur. Qocanın sözləri qoca sifətdir. Həyatın əvvəl, həyat isimli, əvvəl isə zərfdir. Amma hoqqabaz sözü isə isimli, çıxış sözü də isimli. Doğru cavab D variantıdır. 14-cü suala baxsa görərik ki, aslı tərəfi hərəkətin obyektini bildirən söz birləşməsinin hərəkətin obyektini, dostlar sözü, dostlar görüşəndə birləşməsində dostlar sözü subyektdir. Ona görə də 14-də A variantı olmaz. 15 B bəndinə baxsaq görərik ki, evdə yatarkən, harada yatarkən, yəni evdə, burada yer, məkan bildirir və yer, məkan bildirdiyi üçün isə bu variantı da götürmürük. Vətənin bağları birləşməsində burada aslı tərəf hərəkətin obyektini bildirsin. Amma burada bağları sözü hərəkət deyil axı. Burada vətən düzdür, obyekt ola bilər. Amma biz hərəkətin obyektini axtarırıq. Yəni ikinci tərəf hərəkətlə ifadə olunsun. Deməli, bu variantda ola bilməz. Elmi iş birləşməsində isə D variantını götürmürük. Niyə D variantını götürmürük? Çünki aslı tərəf hərəkətin obyektini bildirməlidir. Burada iş isimdir. Amma kitab yazma birləşməsinə baxsa görərik ki, yazmaq feildir, hərəkət bildirir və kitab isə obyekt. Yəni burada hər hansı bir nə isə yazmaq, kitab isə obyekt bildirdiyi üçün kitab yazmaq E variantı doğru cavabdır. 15-ci suala baxsaq görərik ki, məsdər tərkibi işlənmiş nümunəni seçin. Dedim axı, onun gəlməyini gözləməyin. Onun gəlməyi, dedim axı, onun gəlməyini, onun birinci tərəfi yerlik halda olan söz, ikinci tərəf mənsubiyə şəhidçi sözdür. Deməli, onun gəlməyi birləşməsində I mənsubiyə şəhidçi və onun isə yerlik halda olan sözdür. Burada ismi birləşmədir. Onun gəlməyi ismi birləşmə kimi götürürük. Burada məsdər tərkibi işlənməmişdir. Yeni suallar yazanda fikri dağılırdı. Yeni suallar yazanda burada anda feili bağlamanın şəhidçisidir. Nə zaman fikri dağılırdı? Yeni suallar yazanda. Deməli, biz xəbərə sual veririk. Xəbəri tapdıqdan sonra nə zaman sualını da verəndə yeni suallar yazanda burada tərkib əmələ gətirilmişdir. Feili bağlama tərkibi. Yaza bilmək hər kəsə nəsib olmur. Amma yaza bilmək bir söz oxuya bilmək, danışa bilmək, öyrənə bilmək məsdərdir. Amma tərkib deyil. Tərkib olması üçün ən azı iki müstəqil sözün birləşməsindən ibarət olmalıdır. Ona görə də yaza bilmək sözünü biz məsdər tərkibi kimi götürmürük. İstəyi savadlı həkim olmaqdır. Nədir? Onun istəyi nədir? Savadlı həkim olmaqdır. İstəyi mübtəda savadlı həkim olmaqdırsa, məsdər tərkibi ilə ifadə olunmuş xəbərdir. İstəyi nədir? Savadlı həkim olmaq. Savadlı həkim olmaq məsdər tərkibidir. Deməli, doğru cavab D variantıdır. Yemək insan üçündür. İnsan yemək üçün deyil. Yəni, yemək burada isimdir. Nə? Yemək. Yemək isim olduğuna görə həm də məsdər tərkibi işlənməmişdir. Doğru cavab 15 D variantı. 16-cı suala baxsaq görərik ki, bizdən 16-cı sualda sintaktik əlaqələrlə bağlı doğru cavabı tapmaq tələb olunur. Sintaktik əlaqələr, deməli, nümunədə hansı sözlər sintaktik əlaqə düz göstərilir. Yenə gəldik.
Nə etdik? Gəldik. Nə zaman biz gəldik? Mübtada buraxılır. Neynəyə? Ayrıca şəhərimiz yox. Nə yoxdur? Şəhərimiz. Demək, gəldik sözünü özündən asılı vəziyyətə salacaq mübtada yoxdur. Əgər oxun işarəsi bu tərəfə uzanırsa, əgər oxun işarəsi, yəni ox hansı da tərəfə uzanırsa işarə, o əsas tərəf olur. Amma yenə gəldik birləşməsində yenə aslı tərəfdir. Nə zaman gəldik? Demək, yenə burada xəbər, yenə sözü özündən asılı və oxun işarəsi səhv göstərilmişdir. Oxun işarəsi xəbərə tərəf olmalı idi. Bu A variantı səhvdir. Ayrıca şəhərimiz, hansı şəhərimiz, necə şəhərimiz, ayrıca ayrı şəhərimiz, təyin. Burada da oxun işarəsi səhv qoyulmuşdur. Ayrı sözündən şəhərimiz sözünə uzanmalı idi. Oxun işarəsi şəhərimiz tərəfdən olmalı idi. Ona görə də B variantı olmaz. Bu şəhərdə, hansı şəhərdə? Bu şəhərdə təyinlər, deməli, təyin bütün deməli, təyin özündən sonraki üzvlər aslı olur. Əsas tərəf olmur. Bu şəhərdə, yəni bu şəhərdə sözündə oxun işarəsi şəhərdəyə tərəf uzanmalı idi. Şəhərimiz yox. Nə yoxdur? Yoxdur. Burada xəbər suala cavab vermir və perdiaktiv xəbərdir. Nə yoxdur? Şəhərimiz. Deməli, yoxu özündən asılı vəziyyətə salacaq. Yəni, xəbəri özündən asılı vəziyyətə salacaq uzlaşma əlaqəsində mübtadadır. Şəhərimiz sözü burada mübtada olduğuna görə və şəhərimiz sözü yox sözünü özündən asılı vəziyyətə saldığına görə doğru cavab D variantıdır. Yenə şəhərdə sözləri bir-biri ilə sintaktik əlaqə girməz. Harada yenə nə zaman zərflər sintaktik əlaqəyə girmir. Deməli nədir? Burada doğru cavab D variantıdır. 17-ci suala baxsaq görərik ki, İsmi birləşmə işlənən cümlələri seçmək bizdən tapşırılır və ismi birləşmələri birinci suala baxaq. Emilin göndərdikləri, bayaq izah etdiyimiz kimi dığı şəkilçisi, feil sifət şəkilçisi ikinci tərəfdə işlənəndə hər bir halda birinci tərəfdə yəli şəkilçisi işlənsə belə Emilin göndərdikləri birləşməsində feili birləşmədir. Niyə? Çünki dığ şəkilçisi mənsubiyyət şəkilçisindən ayrılmır. Burada im mənsubiyyət şəkilçisidir, dığ şəkilçisi isə feil sifətin şəkilçisidir. Emilin göndərdikləri birləşməsində feili birləşmə işlənmişdir. Qorxduğum hadisələr artıq başlamışdır. Qorxduğum hadisələr. Burada ismi birləşmə işlənib. İndi diqqətlə fikir verək, görərik ki, qorxduğum hadisələr, hansı hadisələr, qorxduğum sözü ilə hadisələr sözü birləşir və söz birləşməsi, ismi birləşmə ən azı iki müstəqil sözün birləşməsindən işlənmişdir. Qorxduğum sözü yanaşma əlaqəsi ilə hadisələr sözünə yanaşıb. Yəni burada sintaktik əlaqə olaraq yanaşma əlaqəsi var və qorxduğum hadisələr birləşməsi isə ismi birləşmədir. Deməli, birinci növ təyini söz birləşməsidir. Qorxduğum hadisə içini götürürük. Stolun üstündə çoxlu şirniyyat var. Nə var? Var idi şirniyyat. Harada? Stolun üstündə. Stolun üstündə birinci tərəf yərlik, ikinci tərəf isə mənsubiyyət şəkilçisi sözdür. Deməli, stolun üstündə birləşməsində birinci tərəf yərlik, ikinci tərəfdə mənsubiyyət şəkilçisi işləndiyi üçün bu da ismi birləşmədir. Anasının hazırladığını çox xoşlayırdı. Anası dediyimiz kimi dığı şəkilçisi, mənsubiyyət şəkilçisi, dığ şəkilçisi mənsubiyyət şəkilçisindən ayrılmadığı üçün anasının hazırladığı birləşməsində bu feili birləşmədir. İsmi birləşmə olmur. Digər hallarda isə ismi birləşmə. Dığ şəkilçisi ilə ikinci tərəf, birinci tərəfdə yəli şəkilçisi işlənsə də, ikinci tərəfdə dığ şəkilçisi işlənsə, onda bu feili birləşmə olur. Deməli, bu heç bir halda ismi birləşmə olmur. Müəllimlik arzusu onu buralara gətirib çıxartdı. Müəllimlik arzusu isə burada nədir? İsmi birləşmə olan burada ismi birləşmədir. Nəyə görə ismi birləşmədir? Çünki birinci tərəf yəli çal şəkilçisidir, ikinci tərəf mənsubiyyət şəkilçisidir. Yəli çal şəkilçisi qeyri-müəyyən yəli çaldadır. Bu birinci yəli çal şəkilçisi işlənməmişdir. Qeyri-müəyyən yəli çaldadır. Müəllimliyin arzusu. Asanlıqla biz bunu müəyyən yəli çala çevirə bilərik. Deməli, doğru cavab 2, 3, 5 E variantı.
18-ci sualda isə bizdə sintaktik əlaqələrlə bağlı yanlış fikirləri müəyyən edin soruşur. Sintaktik əlaqələr söz birləşməsi daxilində ola bilir. Doğru fikirdir. Tabesizlik əlaqəsi mürəkkəb cümlədə ola bilir. Tabesizlik əlaqəsi mürəkkəb cümlələrdə olur. Tabesizlik mürəkkəb cümlələrin tərkibində tabesizlik əlaqəsi olur. Xəbər bütün cümlə üzvləri sintaktik əlaqədə özünə tabe edir. Xəbər mübtədadan başqa bütün cümlə üzvlərini özünə tabe edir. Amma mübtədadan asılı olur. Çünki mübtəda əsas, xəbər isə ondan asılı olur. Deməli, bu variant səhv variantdır. Zərflik xəbərlə, təyinlə sintaktik əlaqəyə girə bilir. Zərflik, bəli, təyin zərflikdən əvvəl işlənir və zərflik də xəbərlə sintaktik əlaqəyə girə bilir. İsmi birləşmənin tərəfləri arasında tabelik əlaqəsi müşahidə edilir. Doğru fikirdir. 18C. Feili sifət tərkibi işlənmiş cümləni müəyyən edir. Feili sifət tərkibi işlənmiş cümləni müəyyən etmək tələb olunur bizdən. Hazır olmaq mürəkkəb feildir. Mürəkkəb feildir, amma bizdən tərkibi soruşur. Diqqətlə baxsaq görərik ki, burada bizdən tərkibi soruşur. Hazır olmaq, hazır olanlar müsahibəyə çağırıldılar ki, hazır olmaq tərkibi feildir. Ona görə də A variantı olmaz. Yanımda olan dostum, qarşımda olmasının təki. Yanımda olan dostum, harada olan dostum və deməli, harada olan dostum sualını vermək bu cümləyə sintaktik baxımdan səhvdir. Hansı dostum qarşımda olması? Yanımda olan dostum. Bu variantı da 19-da B variantı da götürmürük. Yanımda olan tərkibi feildir. Evdən çıxanda yanımda olan tərkibi feildir. Və bu yalnız deməli bir sözdən ibarətdir. Yanımda o mürəkkəb feildir. Mürəkkəb feil olduğuna görə biz bunu feili sifət tərkibi yox, feili sifət kimi götürürük. Evdən çıxanda telefonu götürməmişdir. Çıxanda anında şəhidçi feili bağlama şəhidçidir. Ona görə də biz feili sifət tərkibini soruşur bizdən. Bu variantı da götürmürük. D bəndinə baxsaq görərik ki, kursa qəbul olanlar sabah dərsə başlayacaq. Kim sabah dərsə başlayacaq? Kursa qəbul olanlar. Kurs sözü və qəbul olmaq. Kurs sözü və qəbul olmaq düzdür. Tərkibi feildir. Amma kurs sözü var axı. Burada müstəqil işlənə bilən cümlədə müstəqil işlənə bilən kurs sözü var. Yəni bu cümlə daxilində kurs sözü müstəqil işlənməyib. Amma kurs sözü başqa cümlələrin daxilində müstəqil işlənə bilir. Ona görə də kurs və qəbul olmaq sözün birləşməsindən yaranır və feili sifət tərkibi əmələ gətirir. Oxuyan şagirdlər birinciliklə qalib oldular. Hansı şagirdlər? Oxuyan şagirdlər. Oxuyan birləşməsində bu oxuyan feili sifət şəkilçisidir. Oxuyan feili sifət şəkilçisi deməli bizdən tərkibi soruşur. Tərkib olmadığına görə E variantını da götürmürük. Doğru cavab D bəndi. 20-ci suala baxsaq görərik ki, hansı cümlədə həm tabelik, həm də tabesizlik əlaqəsi işləndiyini soruşur. Biz istəyirdik ki, əgər biz tabesizliyi tapırıqsa, burada həmcins üzvləri tapmalıyıq. Biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Gördüyümüz kimi tabeli mürəkkəb cümlədə bu tabeli mürəkkəb cümlədir. Çünki burada deməli ki bağlayıcısından tabelik bağlayıcısından istifadə edilmişdir ki tabelik bağlayıcısı deməli tabeli mürəkkəb cümlənin tərəflərini bağlayır və ona görə də burada tabelik əlaqəsi var. Amma tabesizlik əlaqəsi yoxdur. Tabesizlik əlaqəsi tabesiz mürəkkəb cümlənin tərəfləri arasında və tabesizlik və həmcins üzvləri arasında olur. Yəni bir-biri ilə bərabər hüquqda olan bir söz yoxdur burada. Aparın onu zindana. Aparın. Eyni sözün təkrarından yaranan sözlər sintaktik əlaqədə deməli tabesizlik əlaqəsində olmur. Aparın. Eyni sözün tərkibindən eyni sözdən yarandığına görə burada tabesizlik əlaqəsi işlənməmişdir. Cəmillə Elçin bura gəlmişdi. Cəmil və Elçin bura gəlmişdi. Cəmillə Elçin bura gəlmişdi. Cəmil və Elçin gəlmişdi. Bura gəlmişdi. Nə etmişdi? Hara gəlmişdi? Bura gəlmişdi. Kim? Cəmil və Elçin.
Hə, bu variantı da götürmürük. Burada çünki yoxdur əlaqə. Sən çox çalış Elçin. Sən çalış Elçin. Burada Elçin xitabdır. Sən çalış, çox çalış. Burada da həmcins üzvü olacaq söz yoxdur. Kitabı oradan götürdü, çantasına qoydu. Bax, diqqətlə baxsaq görərik ki, götürdü nəyi? Kitabı. Deməli, idarə əlaqəsi var. Oradan, haradan yanaşma əlaqəsi var. Çantasına, haraya, nəyə, çantasına nəyə qoydu? Haraya qoydu? Çantasına qoydu, daha doğrusu çantasına sözü haraya? O götürdü, o qoydu. Götürdü sözü və qoydu sözü xəbərdir. Xəbərlər həmcinsdir. Və kitabı götürdü və çantasına qoydu birləşməsində isə tabellik əlaqəsi işlənmişdir. Doğru cavab E variantı. 21-ci suala baxsaq görərik ki, bizdən yazıçılıq istəyi birləşməsinin təhlilinə aid olan fikirləri soruşur. Aslı tərəfi feildən düzələn isimdir. Aslı feildən düzələn isim. Deməli, yazıçılıq sözündə feildən düzəlmir. Yazıcı isimdir. İsimdən düzələn isimdir. İsimdən düzələn isim olduğuna görə biz bu variantı götürmürük. İkinci tərəf, əsas tərəf quruluş və düzəltmədir. Bəli, istək sözündən, istəmək sözündən, istək, yəni quruluş və düzəltmə olan sözdür. İkini götürürük. Aslı tərəfdə 3 leksik şəhərçi işlənmişdir. Yazmaq ilə yazı, yazıdan yazıcı, yazıcıdan da yazıçılıq. Deməli, 3 leksik şəhərçi işlənmişdir. 1-3. Aslı tərəf adlıq haldadır. Xeyr, adlıq halda deyil. Çünki ikinci tərəf mənsubiyyət şəhərçi qəbul edir. İstəyi sözü, istəyi, nəyin istəyi, yazıçılığın istəyi. İstəyi sözünə sual verəndə görmək olur. Nəyin istəyi, yazıçılığın istəyi. Deməli, birinci tərəf yəni halda işlənmişdir. 2-3. Yalnız əsas tərəfdə mənsubiyyət şəhərçisi işlənir. Bəli, il şəhərçisi mənsubiyyət şəhərçisidir və bu yalnız əsas tərəfdə işlənir. 2-3-5. 22-ci sualda isə bizdə aslı tərəfi feil olan feili birləşməni müəyyən edir. Bizdən aslı tərəfi feil olan feili birləşməni tapmaq müəyyən edin. Yəni birinci tərəf feil olacaq, həm də feili birləşmə olacaq. Dönə-dönə deyəndə, dönə-dönə deyəndə, yəni dəfələrlə deyəndə aslı tərəf feil olmadı. Gördüyümüz kimi dönə-dönə sözün dəfələrlə sözü ilə əvəz etmək olur. Dəfələrlə sözü ilə əvəz etdiyimizə görə aslı tərəf zərfdir. Gəlib çatmaq mürəkkəb feildir. Bu məstər tərkibi deyil. Mürəkkəb feil olduğuna görə biz bunu götürmürük. C mənada yaz bilənlər. Yaz burada bahar, fəsil mənasındadır. Yaz bilənlər bu bahar, fəsil mənası ifadə elədiyi üçün isimdir. Oxuyanlar gələndə, oxuyanlar isə nədir? Oxuyanlar feili sifətdir. Gələndə feili bağlamadır. Hər iki tərəfi feillə ifadə olunmuş feili birləşmədir. Gedər gəlməz isə isimdir. Gedər gəlməz deməli isim kimi işlənən sözdür. Demək, gedər gəlməzdən dönmək feildir. Gedər gəlməz isə isimdir. Doğru cavab D variantı. Söz birləşmələri ilə bağlı yanlış fikri müəyyən edir. Söz birləşməsi sözə nisbətən konkretlik bildirir, düzdür. Əsas tərəfi tabiedici tərəf hesab olunur, yəni aslı tərəfi özündən tabi edir, düzdür. Bitmiş fikir ifadə etmir, doğrudur. Feili birləşmələr parçalanmadan bütövlükdə bir yerdə cümlə üzvü olur, düzdür. Bu fikir də doğrudur. Əsas tərəfdə mənsubiyyət şəhərçisi olan birləşmələrin hamısı ismi birləşmələrdir fikri yanlışdır. Niyə yanlışdır? Bayaq izah etdiyim kimi mənim oxuduğum, mənim yazdığım birləşməsində D şəhərçisi mənsubiyyət şəhərçisindən ayrılmadığı üçün əsas tərəfdəki o şəhərçisi mənsubiyyət şəhərçisidir. Amma D şəhərçisindən ayrılmadığı üçün biz onu feili birləşmə kimi götürürük. Deməli, burada 23-də yanlış fikir E variantıdır. 24-də baxsaq görərik ki, bizdə sintaktik əlaqə ilə bağlı düz variantı soruşur. 24-cü sualda Akif açdı. Akif çantasını açdı. Onlar çantaya baxdı. Akif açdı, Akif baxdı. Akif burada nə etdi? Açdı. Kim? Akif. Mübtada bildiyimizə görə əsas tərəfdir. Sintaktik əlaqədə əsas tərəf olur.
Deməli, oxun işarəsi Akifə uzanmalı idi. Çantaya baxdı. Nəyə baxdı? Çantaya baxdı. Deməli, nəyə? Tamamlıq xəbərdən asılı olur. Deməli, xəbər özündən asılı vəziyyətə salır tamamlığı. Oxun işarəsi xəbərə tərəf uzanmalı idi. Akif baxdı. Akif çantasını açdı. Akif baxdı birləşməsində Akif baxdı olmaz. Çünki burada onlar mübtəda var. Akif sözü bu mübtədanı özündən asılı vəziyyətə sala bilmir. Çünki hər bir cümlənin özünün mübtədası Akif açdı, onlar baxdı. Deməli, onlar sözü burada əsas tərəf olmalı idi. Onlar baxdı. Deməli, çantasını açdı. Nəyi açdı? Çantasını asılı tərəfdir. Nəyi? Deməli, tamamlıq xəbərdən asılı. Oxun işarəsi açdığı tərəfə uzanır. Burada Akif baxdı, ona görə olmur ki, Akif bu ikinci cümlənin xəbərini özündən asılı vəziyyətə sala bilməz. Çünki burada mübtəda var, əlavə mübtəda var. Bir mübtəda və bir xəbər, bir mübtəda, bir xəbər. Bu mübtəda ikinci cümlənin xəbərini özündən asılı vəziyyətə sala bilmir. Niyə sala bilmir? Axı burada hər birinin özünün ayrıca mübtədası var. Ona görə hər bir cümlənin özünün ayrıca mübtədası var. Ona görə də özünə asılı vəziyyətə sala bilmir. Onlar baxdı sözündə isə onlar sözü baxdı xəbəri özündən asılı vəziyyətə salmışdı. Doğru cavab E variantıdır. Hansı söz həm ismi birləşmənin, həm də feili birləşmənin əsas tərəfi ola bilər? 25-ci sualda bizdən bunu soruşur. Deməli, hansı söz həm ismi birləşmənin, həm də feili birləşmənin əsas tərəfi ola bilər? Yazdığım dığış şəhidsi dediyimiz kimi yalnız feili birləşmənin əsas tərəfi olur. Çünki dığ şəhidsi mənsubiyyə şəhidsinə ayrılmadığı üçün burada mənim oxuduğum, mənim yazdığım birləşməsində yalnız feili birləşmə olur. Gələndə sözünə baxaq, gələndə, əndə feili bağlamadır. Feili bağlama isə yalnız əsas tərəfdə işlənir. Bu kitab sözü feili birləşmə ola bilməz. Kitab isimdir. Gəldi isə deməli təsriflənən feildir. Təsriflənən isə feillər isə birləşmə əmələ gətirmir. Oxumağım sözü isə həm əsas tərəf ola bilər, həm əsas tərəfdə, həm ismi birləşmənin. Mənim oxumağım birləşməsində bu nədir? Mənim oxumağım birləşməsində deməli bu ismi birləşmədir. Çünki birinci tərəf yerli haldadır, ikinci tərəf mənsubiyyə şəhidsi işlənmiş sözdür. Amma kitab oxumağın birləşməsində isə burada mənsubiyyə şəhidsi yerli halda olan şəhidsi deyil axı. Kitab oxumağım, deməli kitab oxumağım isə burada yerli halda olan söz işlənmədiyi üçün kitab oxumağım feili birləşmə kimi işlənir. Doğru cavab B variantıdır. 26-cı sualda isə bizdən doğru variantı deməli doğru variantı deyəndə, yəni sintaktik əlaqə yoxdur. Sintaktik əlaqənin olmadığını soruşur. Diqqətlə baxsaq görərik ki, əziz qonaqlar, bəlkə başlayaq. Əziz qonaqlar xitabdır, müraciətdir. Amma xitab burada sintaktik əlaqə var. Sintaktik əlaqə yalnız cümlə üzvləri arasında olmur. Buradan belə bir fikir çıxır ki, sintaktik əlaqələr yalnız cümlə üzvləri arasında olmur. Əziz qonaqlar birləşməsində qonaqlar xitab olsa da, xitab deməli söz birləşməsindən ibarətdir və söz birləşməsinin daxilindəki sözlər arasında sintaktik əlaqə var. Gedin, onu çağırın, onu da çağırın, kimi çağırın, onu çağırın. Tamamlıqla xəbər arasında sintaktik əlaqə var. Bu da olmaz. Yaxşı, axşama qədər gözləyəcəyəm. Yaxşı, axşama qədər gözləyəcəyəm. Yaxşı, axşama qədər. Nə qədər gözləyəcəyəm? Axşama qədər. Burada sintaktik əlaqə var. Fikrimcə uşaqlar artıq gecdir. Diqqətlə fikir versək ki, burada yalnız xəbərdən ibarətdir. Fikrimcə modal sözlər, uşaqlar xitab, artıq ədat, gecdirsə xəbərdir. Demək, cümlədə sintaktik əlaqənin olması üçün ən azı 2 müstəqil cümlə üzvü olmalıdır və o 2 müstəqil cümlə üzvü bir-biri ilə sintaktik əlaqəyə girməlidir, məna əlaqəsinə girməlidir. Burada deməli, yalnız bir cümlə üzvü var. Ona görə də doğru cavab D variantıdır. E variantı
variantı da olmaz. Zərf isim sxeminə uyğun gələn birləşməni soruşur. 27-ci sualda bizdə zərf və isim, birinci tərəf zərf, ikinci tərəf isim birləşməsini soruşur. Dünənki hadisə, bunu da deyək ki, hadisə zaman məzmunlu sözlərə dünən, sabah, bugün kimi sözlərə qoşulanda zərfdən sifət yaradan şəriətçi olur. Dünənki hadisə buradakı həm də dakı şəriətçi yuxarı, aşağı, dünən yuxarı, aşağı və s. kimi sözlərə qoşulanda bu da həm də ki sifət cəldən şəkilçidir. Burada nə dünənki hadisə, nə də yuxarıdakı otaq zərf isim sxeminə uyğun gəlmir. Amma dünən gələn sözlər sözündə uyğun gəlmir. Niyə uyğun gəlmir? Çünki dünən düzdür, zaman zərfidir. Amma gələnlər sözü feildir. Biz zərf və isim sxeminə uyğun gələn birləşməni tapmalıyıq. Bu dəfə aldığım şəriətçi qeyd etdiyimiz kimi mənsubiyyə şəriətçisi ayrılmadığı üçün bu feili birləşmə olur. Deməli, bu dəfə aldığım birləşməsində bu ikinci tərəf feil işləndiyi üçün götürmürük. Amma aşağı dərəcəyə baxsaq görərik ki, aşağı, yuxarı kimi birləşmələr, aşağı, yuxarı kimi sözlər zərfdir. Dərəcə isə isimdir. Doğru cavab E variantı. 28-ci suala baxsaq görərik ki, ismi birləşmənin əsas tərəfində feil işlənə bilməz. İsmi birləşmənin əsas tərəfində feil necə işlənə bilməz? Mənim oxumağım nədir? Bəs tələbənin oxuyanı nədir? İsmi birləşmənin əsas tərəfində feil işlənə bilir. Deməli, biz doğru fikri tapırıq. Feili birləşmələr sintaktik təhlil zamanı parçalanır. Feili birləşmələr sintaktik əlaqələr zamanı, təhlil zamanı parçalanmır. Bütövlükdə bir cümlə üzvü kimi götürülür. Dərs oxumaq birləşməsində dərs və oxumaq sözünə ayrıca sual vermək olmaz. Çünki sintaktik əlaqədə bütöv cümlə üzvü kimi götürülür. Tabelik əlaqəsində işlənən söz həm əsas, həm də aslı tərəf ola bilməz. Tabelik əlaqəsində işlənən söz həm əsas tərəf ola bilər, həm də aslı tərəf ola bilər. Bir söz, məsələn, özündən əvvəlki sözü özünə tabe edər və əsası olar və özündən sonraki cümlə üzvünə aid olar və onda aslı tərəf olar. Deməli, yaxşı oxumağı bacarmaq, yaxşı oxumaq birləşməsində olmur. Niyə olmur? Çünki yaxşı oxumaq burada oxumağı bacarmaq birləşməsində yaxşı oxumağı sözü burada olmur. Çünki ona görə olmur ki, yaxşı və ya oxumaq sözü ayrıca sintaktik əlaqədə parçalanmır. Çünki feili birləşmə deməli burada təyin olmur yaxşı sözü. Amma yaxşı oxumağı bacarmaq sözündə nəyi bacarmaq? Bacarmaq burada əsas tərəfdir. Sintaktik əlaqədə o yaxşı oxumağı isə aslı tərəf kimi işlənən sözdür. Tabeslik əlaqəsi yalnız həmcins üzvlər arasında olur. Tabeslik əlaqəsi yalnız həmcins üzvlər yox, tabes mürəkkəb cümlənin tərəfləri arasında da olur. Tamamlıq mübtəda ilə sintaktik əlaqəyə girmir. Doğru cavab E variantı. Qaralmış göylər birləşməsinin təhlillinə aid deyil. Tərəfləri ayrıca cümlə üzvü kimi işlənir. Qaralmış göylər birləşməsində tərəfləri ayrıca cümlə üzvü kimi işlənir. Düzdür. Qaralmış sözü də təyindir. Göylər isimdir. Qaralmış göylər necə göylər? Deməli, təhlilinə aid deyil. Ayrıca cümlə üzvü kimi işlənir. Doğru variantdır bu. Biz səhvi tapırıq. İsmi birləşmədir. Qaralmış göylər, bəli, ismi birləşmədir. Çünki göy isimdir. Tabelik əlaqəsi ilə bağlanıb, düzdür. Tabelik əlaqəsi ilə bağlanmışdır. Aslı tərəf sifətdən düzəlmişdir. Qaralmış, qara sifətindən qaralmaq feili düzəlib, düzdür. Aslı tərəf sifətdən düzələn feildir. Aslı tərəf qayıdış növdədir. Deməli, sözün qayıdış növdə olması üçün həmin sözün feildən yaranması lazımdır. Deməli, bu qaralmış sözü sifətdən yarandığı üçün bu qaralmış sözü qayıdış növdə olan feil deyil.
deməli məlum növdə olan feildir. Səhv variantı, burada səhvi soruşduğu üçün doğru cavab E variantıdır. Yeni tapşırıqları dünəndən etmişəm cümləsində hansı söz sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfdə yeni tapşırıqları etmişəm. İkinci fikrə baxsaq görərik ki, ikinci fikrə baxsaq yeni sözü tapşırıqları sözünə tabidir. Hansı tapşırıqları? Tapşırıqları sözü isə etmişəm sözünə tabidir. İkini götürürük. Biri niyə götürmürük? Bir yalnız təyin kimi işlənir burada. Təyin kimi işlənir. Təyin özündən sonra işlənən sözə tabi olur. Bizdə həm sintaktik əlaqədə həm əsas, həm də tapşırıqları sözü yeni sözü özünə tabi edir və etmişəm sözündən isə aslı vəziyyətdə yeni tapşırıqları, bir də tapşırıqları etmişəm. İkini götürürük. Çünki tapşırıqları sözü yeni sözünü özünə tabi etmişdir və tapşırıqları sözü etmişəm sözünə də tabi olmuşdur. Doğru cavab B variantı. Hansı söz heç bir birləşmənin əsas tərəfi ola bilməz? Çağıranda feili bağlamadı, ola bilər, feili bilər. Yazdırmaq, feili burada feildir, amma məstərdir. Məstər feili birləşmənin əsas tərəfi kimi işlənir. Gətirdirmək, məstər də baxılmış feili sifət kimi də işlənə bilər və təsriflənən feil, amma baxılmış məktub olsa, yəni ən azından baxılmış sözü işlənir. Niyə işlənir? Ona görə ki, baxılmış sözü feil sifət ola bilir. Gətir sözü isə burada təsriflənən feillər feilin şəkilləri ilə ifadə olunur və deməli feil zamanları ilə ifadə olunur. Təsriflənən feillər heç bir halda feili birləşmənin əsas tərəfi kimi işlənə bilməz. Əsas tərəfi ola bilməz. 32. Söz birləşmələri ilə bağlı klasteri tamamlayacaq fikirləri seçin. Deməli 31-də C bəndi. 32. Söz birləşməsi ilə bağlı klasteri tamamlayacaq fikirləri seçin. Leksik məna daşımayan sözlər quruluşuna təsir etmir. Düzdür. Söz birləşməsinin tərkibində leksik, yəni qrammatik məna daşıyan söz, köməkçi nitq hissəsi nə qədər işlənirsə işlənsin, yenə də o deməli söz birləşməsinin quruluşuna təsir etməyəcək. Başlanğıc formaya əsasən müəyyən edilir. Düzdür. Söz birləşmələri başlanğıc formaya əsasən müəyyən edilir. Qrammatik əsasları olur. Fikri yanlışdır. Klasteri hər iki tərəfi müstəqil sözlərdən ibarət olur. Bizdə yəni qrammatik əsasları olur. Qrammatik əsas nədir? Mübtəda xəbər. Qrammatik əsasları olur. Nəyin qrammatik əsasları olur? Söz birləşmələri. Deməli 31-də, 32-də A variantıdır. Qrammatik əsasları olur. 3-də qrammatik əsası olur. Söz birləşməsinin qrammatik əsasları ola bilmir. Düzdür. Söz birləşməsi cümlənin qrammatik əsası kimi işlənə bilər. Amma söz birləşməsinin daxilində qrammatik əsas olmur. Bu fikir yanlışdır. Əsas tərəf birinci, aslı tərəf isə ikinci gəlir. Əsas tərəf ikinci olur, aslı tərəf isə birinci olur. Doğru cavab 1-2 A variantı. Əli mən kəndə çatanda çatdı birləşməsində 33-cü sualdan bizdən soruşur. Əli çatanda. Mən kəndə çatanda çatdı. Əli kim? Əli çatdı. Əli nə zaman çatdı? Mən kəndə çatanda. Əli çatdı. Əli burada müstəqil cümlə üzrüdür. Çatdı sözünün əlini Əli çatdı sözünü özündən asılı vəziyyətə sala bilir. Əli mübtəda kimi işlənə bilir. Çatdı xəbər kimi işlənir. Və burada xəbər mübtədadan asılı olur. Oxun işarəsi əli çatanda feili birləşmənin daxilində işlənə bilmir. Kəndə çatdı. Kəndə feili birləşmənin daxilində işlənir. Mən kəndə çatanda feili birləşmədir. Feili birləşmənin daxilindəki söz müstəqil şəkildə xəbərlə əlaqələnə bilməz. Yəni kəndə sözü ilə çatdı sözü sintaktik əlaqəyə girə bilməz. Çünki bu feili birləşmənin daxilindədir. Feili birləşmə əsas tərəf daxilindəki olan sözlər yalnız əsas tərəfə tabi olur. Yəni kəndə sözü çatanda sözünə tabi ola bilər. Kəndə sözü çatdı sözünə tabi ola bilməz.
Çünki feili birləşmənin tərəflərinin daxilində işlənən sözlər deməli əsas tərəfə tabe olur. Kəndə çatanda demək, kəndə çatdı birləşməsində demək, kəndə sözü çatdı sözünə tabe ola bilməz. Mən sözü də eləcə də mən sözü çatdı sözünə tabe aslı vəziyyətə düşə bilməz. Deməli, bu çünki feili birləşmənin daxilində işlənmişdir. Feili birləşmənin daxilində olan sözlər müstəqil cümlə üzvü kimi işlənən sözlər tabe ola bilməz. Çünki feili birləşmənin daxilində işlənən söz və bütövlükdə bir cümlə üzvü kimi götürülür və bütövlükdə cümlə üzvü kimi götürülsə də tərkibin daxilindəki söz hər hansı bir müstəqil cümlə üzvü kimi işlənən sözə tabe ola bilmir. Yəni mən çatdı olmaz, sintaktik əlaqəyə girməz. Kəndə çatanda mən çatdı həm də arasında məna əlaqəsi də yoxdur. Amma kəndə çatanda olur. Kəndə çatanda bir qayda olaraq yadımızda saxlayaq ki, feili birləşmənin əsas tərəfi axırıncı işlənən, yəni feili birləşmə kimi işlənən söz özünün tərkibin daxilindəki olan bütün sözləri özündən asılı vəziyyətə sala bilir. Özündən asılı vəziyyətə sala bildiyi üçün burada doğru cavab kəndə çatanda birləşməsidir. Kəndə sözü aslı tərəfdir, çatanda əsas tərəf, aslı tərəfdən əsas tərəfə uzanır. Mən kəndə sözü də bir-biri ilə sintaktik əlaqəyə girmir. Doğru cavab D. 34-ə baxsaq görərik ki, bizdə uzlaşma əlaqəsi hansı cümlədə olmasını uzlaşma əlaqəsi hansı cümlədədir? Onu da anar onu görəndə gec idi. Anar onu görəndə birləşməsində sintaktikin burada mübtəda yoxdur. Anar onu görəndə birləşməsində feili birləşmədir. Anar feili birləşmənin daxilində işlənmişdir. Feili birləşmənin daxilində işləndiyi üçün anar sözü nədir? Sintaktik əlaqədə demək, anar sözü sintaktik əlaqədə aslı tərəfdir və feili birləşmənin daxilindədir. Yəni anar görəndə sözünə, yəni uzlaşma əlaqəsi də mübtəda ilə xəbər arasında olduğu üçün burada mübtəda kimi işlənən söz işlənməmişdir. Həm də uzlaşma əlaqəsi ismi birləşmənin daxilində işlənir. İsmi birləşmədə işlənmədiyi üçün biz buranı A variantı kimi götürmürük. İndi B bəndinə baxsaq, sən gələrkən məktuba baxılırdı. Sən gələrkən nə zaman baxılırdı? Sən gələrkən sən sözü də feili birləşmənin daxilindədir. Sən müstəqil cümlə üzvü deyil ki, bunu mübtəda kimi götürək. Ona görə də burada uzlaşma əlaqəsi işlənməmişdir. B variantı da olmaz. Qorxudan yerə yıxıldı. Qorxudan yerə yıxıldı. Uzlaşma əlaqəsi kim yıxıldı? Mübtəda yoxdur. İsmi birləşmədə yoxdur. Ona görə də uzlaşma əlaqəsi olmaz. Qəsddən gec xəbər tutdu. Nədən? Qəsddən. Biz burada mübtəda buraxılmışdı. Əgər burada biz işlənsəydi, onda mübtəda olardı və mübtəda xəbər arasında uzlaşma əlaqəsi olardı. Ona görə mübtəda olmadığı üçün və ismi birləşmədə iştirak etmədiyi üçün onun daxilində uzlaşma əlaqəsi yoxdur. E bəndinə baxsaq görəcək ki, gərək ona da mən xəbər edim. Nə edim? Xəbər edim. Kim? Mən. Mübtədadır. Mübtəda xəbər arasında uzlaşma əlaqəsi işlənmişdir. Doğru cavab 34-də E bəndidir.